Şəhərləşmə, sənayeləşmə, modernləşmə və qloballaşma zəminində ənənəvi folklorun transformasiyaları, rəqəmsal texnologiyaların mövcudluğu şəraitində onun yeni sosial mühit və şərtlərə uyğunlaşması kimi məsələlər son illər dünya folklorşünaslığının qarşısına fundamental suallar qoyub. Bu fikir Folklor İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən internet folkloru virtual sosial mədəni şərtlər kontekstində folklorik dinamika mövzusunda elmi seminarda səsləndirilib. Tədbiri filologiya üzrə elmlər doktoru Seyfəddin Rıza Soylu açaraq son illərdə internetin həyatımızın bir parçasına çevrilməsi ilə folklorşünaslıq elminin də yenidən canlandığını, inkişaf etməkdə olduğunu vurğulayıb. Qeyd edib ki, bugün yaxın şərqdə baş verən münaqişələr sosial şəbəkələr vasitəsilə alovlandırılıb və ona görə də internet folklorunun tədqiq edilməsi olduqca vacibdir. Azərbaycan alimlərinin dünya folklorşünaslığında baş verən proseslərdə fəal iştirakının zəruriliyini vurğulayıb, əldə olunan nailiyyətləri mütəmadi beynəlxalq ictimaiyyətə təqdim etməyin vacibliyini ifadə edib. Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev məruzəsində qeyd edib ki, folklorşünaslığın bir elm kimi formalaşdığı 19-cu əsrin ikinci yarısı ənənəvi cəmiyyətlərin texnoindustrial cəmiyyətlərlə əvəz olunması prosesləri ilə eyni dövrə təsadüf edir. Bu mərhələdə folklor fəlsəfi metodoloji baxımdan daha çox keçmiş kontekstində, ötən günlər barədə xatirələr kimi araşdırılırdı. Lakin gerçəkliyin, sosial həyatın ritminin dəyişməsi, kəndin şəhərə doğru miqrasiya etməsi, monokulturoloji mühitdən polikulturoloji mühitə keçidin baş verməsi, həmçinin sosiallaşmanın sürətlənməsi, folklorun aktuallaşma imkanlarında dəyişiklik etməklə yanaşı, özünə münasibətdə yeni baxışı zəruri edib. Xüsusilə də cəmiyyətin digər sferalarında baş verən proseslər, sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi və dəyişikliklər folklorun öyrənilməsi üçün yeni nəzəri baxış və yanaşmaların müəyyənləşdirilməsini əsas prioritetə çevirib. Qeyd edib ki, folklora dinamik sosial şərtlər və proseslər zəminində yanaşılması, müxtəlif maraq və ortaq dəyər əsasında formalaşan ayrı-ayrı qrupların dünya görüş və arzularını ifadə etməsi barədə qənaətlərin irəli sürülməsi yeni folklorşünaslığın əsas tezis və postulatlarına çevrilib. Məruzəçi internet folklorunun araşdırılması zamanı məsələyə 3 əsas istiqamətdə, arxivləşdirilmiş, eləcə də real sosial mühitdə, o cümlədən virtual kommunikativ prosesdə yaranan folklor nümunələrinə diqqət yetirməyin vacibliyini bildirib. Qeyd edib ki, hazırda dünya folklorşünaslığında hər 3 istiqaməti üzrə geniş tədqiqatlar aparılmaqdadır. Folklorun meydana gəlməsi, ötürülməsi və qavranılması birbaşa olaraq sosial şərtlərlə bağlıdır. Sosial şərtlərin araşdırılması, folklorun mənasının, funksional və dinamik semantikasının yönəldiyi hədəflərin özündə əks etdirdiyi kollektiv maraq və rəylərin, fəlsəfi və ideoloji konseptlərin daha dərindən təhlil olunması üçün geniş imkanlar açır. Xüsusilə də rəqəmsal texnoloji vasitələr hesabına virtual mühitdə sosial mədəni proseslərin cərəyan etdiyi sosial şəbəkə, forum və saytlarda insan fəaliyyətinin an-be-an qeydə alındığı bir vaxtda folklorik dinamikanın araşdırılması internet folklorunun tədqiqinin prioritet istiqamətlərindəndir. Bildirilib ki, virtual sosial mədəni şərtlər və folklorik dinamika kontekstində internet folklorunun öyrənilməsi bir tərəfdən yeni prosesin dərkinə xidmət edirsə, digər tərəfdən xalq biliyinin və xalqın folklor qrupları, onların kollektiv maraq və rəylərinin öyrənilməsi üçün geniş imkanlar yaradır. Məruzə ətrafında Rəyasət Heyətinin elmi katibləri, filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri, Səfa Qarayev, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov, Bakı Dövlət Universitetinin əməkdaşı Anar Fərəcov və digərləri çıxış edərək mövzunun aktuallığını, müasir elmi çağırışlar baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilməsi zərurətini qeyd ediblər. Lamia Orucova, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.